Hər vaxtınız xeyir olsun dəyərli komanda. Bugün mən sizinlə yenə təlimdəyəm və ən əsası möhtəşəm şəkildə yeni qazanc planını, izahatını verəcəm. Qızlar, nə yalan danışım, bugün sırf oturmuşam, incələmişəm qazanc planını. Kampdan gələndən oradan o qədər dolu-dolu motivasiya ilə gəlmişəm ki, və sırf qazanc planını incələyib, anladıqlarımı sizə anlatmaq istəyirəm. Çünki mənim gördüklərimi sizin də görməyinizi istəyirəm. Hal-hazırda ekranda bizim yenilənmiş qazanc planını görürsünüz qızlar. Diqqətlə baxın. Mən necə elədim? Köhnə qazanc planını yazdım və yeni qazanc planını onun qarşısından yazaraq müqayisəli şəkildə araşdırma etdim və mənim anladığım qədər yenilənmiş qazanc planında məhsul dövriyyəsinin manatla, Azərbaycan manatı ilə dövriyyələrini hesabladım, yazdım. Gəlirlər də təxmini hesablamışam. Sadəcə qazanc planına əlavə etmədim dəyərli liderlərimiz. Çünki ay sonunu gözləyirəm. Mən özüm üçün qeydlər aparmışam. Ay sonu inşallah şirkətin verdiyi qazanc planı, yeni qazanc planından olan gəlirlər mənim qeydlərimlə üst-üstə düşərsə, mən yenidən bu qazanc planı cədvəlinə gəliri də əlavə eləyəcəm. Gördüyünüz kimi hal-hazırda gəlir yoxdur. Sadəcə faizlər, CP-lər və manatla dövriyyəni qeyd etmişəm. Diqqətlə baxın qızlar və nəyi demək istəyirəm? Onu demək istəyirəm ki, 3 il öncə mən Home bitkisi ilə gələndə, bildiyiniz kimi mən bunu heç vaxt gizlətmirəm. Ariflame şirkətinin direktoru olaraq mən qoşuldum Home bitkisi şirkətinə. Çünki Home bitkisi şirkətindəki olan qazanc planının möhtəşəm olduğunu anladım. İndi yenə də o həmin nüanslara toxunmaq istəyirəm. Çünki aramıza yeni qatılan liderlər var. Mən onu yenə də sizə başdan izah eləmək istəyirəm. Deməli qızlar, hal-hazırda Ariflame şirkətində mən olarkən, yəni 3 il öncə, orada necə idi? Direktor səviyyəsini açırdın. Direktor səviyyəsi 7500 CP-dir. 7500 CP o həmin şirkətdə. Demək, 10.000 manatdan artıq dövriyyədir. 12.000-ə hətta qalxır təqribi hesablamalarla. Çünki orada direktor olmaq üçün 10.000-dən artıq, yəni 10.000 plusu aşır da. Bunu mən sizə dəqiqliklə deyirəm. 10.000-dən artıq dövriyyə edərək biz direktor olurduq və aldığımız maaş 500 manat idi. Üstə gələk də həmin o 500 manatın direktor olaraq aldığımız maaşın vergisini ödəyirdik, pensiyon fondunu ödəyirdik. Əlimizdə 350 manat falan 400 manata kimi maksimum bizim əlimizdə pul qalırdı. Amma hal-hazırda gördüyünüz qazanc planında məhz bax indi olan hal-hazırda yenilənmiş qazanc planı 3 il bundan öncə olan qazanc planının birə-biridir qızlar. Eyni versiyasıdır. Sadəcə arxadakı sıfırlar yığışdırılıb. Hər məhsul dövriyyəsi var, o direktor üçün açılan dövriyyə. Bax, onun arxasındakı bir sıfır götürülübdür. Məsəl üçün, Star karyerasını açmaq üçün bizə 400 CP lazımdı hal-hazırda. Amma əvvəlcə bu Akik karyerası idi, 4000 CP lazım olurdu. Deməli, 4000-in arxasındakı bir sıfır götürülüb, olub 400 CP. Hardasa 35 manatlıq dövriyyə isə bu dəqiqə hal-hazırda təqribi 20 CP verir, 20 CP verir. Məhz o vaxtda 3 il bundan öncə mən Home bitkisi ilə gələndə 35 manatlıq dövriyyəmiz 180-200 CP verirdi. Eyni həmin vaxtdakı dövriyyələ birə-bir eynisidir qızlar. Heç bir panika yəni düşmək lazım deyil. Çox möhtəşəm bir formada bizə direktor maaşı 4500 manatlıq dövriyyə şirkət hal-hazırda bizə 500 manat təklif eləyir. Bundan möhtəşəm nə ola bilər? Hal-hazırda Subutay Balçının bizə keçdiyi təlimdə mən onu incələdim. Orada Turkuazın, yəni direktorun maaşı 500 manat üstüdür.
Bundan da başqa şirkət noyabr ayına özəl olaraq yenilənmiş qazanc planıyla əlaqədar bütün karyeralara hədiyyələr qoyubdu və üstəgəl noyabr ayına özəl olaraq dəvətli kampaniyası qoyubdu. Əgər siz komandanıza 5 yeni dəvətli insan gətirərsinizsə noyabr ayının sonuna kimi və onlara 35 manatlıq aktivliyini edərsinizsə, siz direktor dəvətli kampaniyasından faydalanaraq hədiyyələr qazanacaqsınız. Və bunlar da indi irəliyən dəqiqələrdə mən sizə geniş şəkildə izahatını verəcəm. Sadəcə hər birinizin diqqətini bax bu sistemə, bu yenilənmiş qazanc planına yönətmək istəyirəm. Sadəcə karyeraların adları dəyişibdir. İlk karyeramız Star karyerasıdır. Gülnar xanım, zəhmət olmasa lap birinci atdığım Star karyerasını ekrana qoyun. Həmən. Slayd üzərindən izahat verəcəm. Buyurun. Açıldı. Aha. Bəli, Gülnar xanım, çox sağ olun. Deməli, dəyərli liderlərimiz, Star karyerası gördüyünüz kimi mən slayd formasında hazırladım ki, çox rahat şəkildə hər biriniz başa düşəsiniz. Deməli, dövriyyə şərti 400 CP-dir. 400 CP dövriyyə etmək üçün biz 600 manatlıq komanda ilə birlikdə bu sizsiz, sizin 2 qolunuz var. Komandanızla birlikdə sizdən sonra yazılan adamlar, onlardan sonra yazılan, yəni nəsil ki, insanlar gətirib komanda qurulur. Komandanızla birlikdə sizin dövriyyəniz olmalıdır 400 CP. Əgər 400 CP-ni edərsinizsə, gördüyünüz Star karyerasını açmış olursunuz. Bu bizim ilk karyeramızdır. Star lider olursunuz və Star lider olarkən siz bu ilk dəfə bu karyeranı açdığınıza görə şirkət sizə slaydda da gördüyünüz kimi yenilənmiş ətirlərimiz var. Bizim Azərbaycan zavodunda istehsal olunan ətirlərdən birini sizin seçiminizə buraxaraq həmin ətirlərdən birini hədiyyə götürəcəksiniz. Bütün Star liderlər, yəni adınıza keçən maaşdan əlavə şirkət sizə ilk dəfə bu karyeranı açdığınıza görə sizə ətir hədiyyəsi eləyir. Təbii ki, ətirlərin yarısı kişi, yarısı qadın ətirlərdir. Sizin seçiminizə uyğun olaraq həmin ətirlərdən birini üstəgəl hədiyyə də götürəcəksiniz. Sonra biz keçirik ikinci karyeramıza. İkinci karyeramız Luna karyerasıdır. Luna karyerasının dövriyyəsi, komanda ilə birlikdə olan dövriyyəsi 800 CP-dir və dövriyyə şərti, qol şərti var burada. Əvvəlki karyerada da qol şərti var idi. Sadəcə onu unutdum deməyə. Qol şərti nədir qızlar? Buna çox diqqətlə qulaq asaq. Yeni gələnlər çox zaman bunu anlamırlar. Məsəl üçün, siz açıbsınız 400 CP ilə Star karyerasını və ayın son günü sizdən sonra olan komandanıza qoşulan insan ayın son günü gəldi, son saatlarda o da Star karyerasını açdı və siz o oldu, 400 CP siz oldunuz, məsəl üçün 450 CP, 425 CP və yaxud da olursunuz 500 CP, 600 CP. Sadəcə sizin adınızın artıq qarşısında Star yazılmır. Niyə yazılmır? Çünki, baxın qızlar, bu sizsiz. Əgər siz bir qolla gedirsinizsə, bax bir qolla gedirsinizsə və siz burada 400 CP olursunuzsa yuxarıda və sizdən sonraki adam da 400 CP olursa artıq o Star karyerasını bağlayır. Siz Star karyerasını bağlamırsınız. Sizin də Star olmağınız üçün sizin ikinci qolunuzda, bax ikinci qolunuzda, birinci qol ana qoldur. Bu sizdən üstə olan liderlər tərəfindən yaradılan qoldur. Komanda üst sponsor sizə dəstək verir. Bir qolunuz inkişaf edir. Siz də əgər burada 400 CP-lik artıq komanda yetişərsə, əgər burada sizdən sonra sizin altınızda Star yetişirsə, sizin ikinci qolunuzda 200 CP dövriyyə getməlidir. Mütləq. Əgər siz ikinci qolunuzda 200 CP-lik dövriyyəni yarada bilirsinizsə, o zaman siz də Star lider olursunuz. Bunu ona görə şirkət bu qol şərtini ona görə verir ki,
siz bilirsiniz ki bizdə yazılışlar alt-alta olur. Üstünüzdə olan lider, üstünüzdə olan nə qədər ki liderlər var, sizdən üstə. Məsəl üçün bu sizsiz, sizdən üstə bu liderlər var. Bu liderlər hamısı insan dəvət eləyərkən sizin altınıza düşür və sizin altınızda sizin xəbəriniz olmadan komanda yetişir. Əgər o komandanı yetişdirməkdə sizin əziyyətiniz varsa, mütləq siz öz ikinci qolunuzu yaradırsınız. Çünki birinci adamınızı bu ana qola verirsiniz, sonra ikinci qolunuzu yaradırsınız. Bu sizin ikinci qolunuzun yaranması sizin necə aktiv bir lider olduğunuzdan şirkətə xəbər verir. Əgər siz həqiqətən bu şirkətə gələrkən dəvətlərinizi bilirsiniz ki, ən azı 3 aktiv lider dəvət eləməliyik. Aktiv lider deyəndə sadəcə şəxsi kabinetinə girib, özü üçün sifariş edən liderlər yox, həm də biznes quran, biznesin 3 qaydasını yerinə yetirən liderlər, aktiv liderlər adlanır. Kimlər də aktiv liderlər? Həm öz evində olan məhsullarını marketlərdən yox, öz şəxsi kabinetindən dövrə edir, məhsulları tanıyır və dəvətlilər edərək komandasını qurur və etdiyi dəvətliləri öyrənərək öyrədir. Deməli, bu insan sırf bura biznes qurmağa gəlib və siz öz yoldaşlarınız bu 3 lider vasitəsilə siz öz yol yoldaşlarınızı seçirsiniz və biznesinizi qurursunuz. Aktiv lider tapana kimi siz 2 qol irəliyirsiniz. Birinci qolunuza aktiv lideriniz, ikinci qolunuza aktiv lideriniz yetişəndən sonra onlar müəyyən karyera bağladıqdan sonra siz artıq 3-cü qolunuzu düşünməlisiniz. Çünki gələcək karyeralarınız üçün. Deməli, ikinci qol mütləq star karyerasında 200 CP olarsa və sizin altınızda bir star lider yetişərsə, o zaman siz də star olursunuz. Yox, əgər siz bir qolla siz 400 CP-ni özünüz bağlayıbsınızsa, siz olubsuzsa star, altınızda star yetişməyibsə, siz onda star adlanırsınız. Deməli, əgər sizin altınızda star yetişərsə, mütləq siz ikinci qolunuzda 200 CP-lik dövrəyə edən bir komanda yaratmalısınız. Onu da qeyd edelim ki, sizin vurduğunuz məhsulla birlikdə 200 CP olursa, siz də star lider olursunuz. İndi keçirik növbəti karyeramıza. Luna karyerasına. Luna karyerası bizim ikinci karyeramızdır. Bu karyeranı yaratmaq üçün bizə 800 CP dövrəyə lazımdır. 400'ün 2 qatı. Görürsünüz 2'ye vuruldu. Artıq bir karyera yuxarı qalxmaq üçün siz 800 CP-li komanda yaratmalısınız. Əgər siz 2 qolla gedirsinizsə, bu qolda 400, bu qolda 400'ünüz varsa, siz çox gözəl şəkildə Luna karyerasını açmış olacaqsınız. Qollar bərabər gedirsə. Ümumiyyətlə çalışıq 2 qolunuz bərabər getsin, amma adətən bizim quruluşumuza əsasən bir qol daha güclü olur. Bu da bizim karyeralar açmağımıza, gələcəkdə direktor, digər karyeraları açmamıza çox vacib təkan olur. Çünki dövrəyə şərti birinci qolda artıq olarsa, biz çox rahat şəkildə karyeralarımızı və qol şərtlərimizi yaradaraq öz yeni karyeralarımızı aça bilirik. Ona görə də əgər sizin altınızda ümumiyyətlə nə qədər lider yetişirsə, istəyir ana qolda olsun, istəyir ikinci qolunuzda olsun, buna siz ancaq sevinə bilərsiniz. Bunu siz ancaq alqışlaya bilərsiniz. Çünki o yetişən liderlər sizin ayağınızı ki yerə möhkəm basırsınız deyə yerimək üçün olan ayaqlarınızdır. Bir liderin yeriməsi üçün, ayaqlarını yerə möhkəm basması üçün ona 2 güclü qol lazımdır. O da sizin ayaqlarınız adlanır. 3-cü qolu mən həmişə əl deyirəm. Ayaqlar olmalıdır ki, lider möhkəm şəkildə öz komandasını qurub yetişdirə bilsin. Ona görə də üst lider olaraq ana qol, hər qolda olan ana qollarınıza dəstək verin ki, o qollar möhkəm şəkildə inkişaf eləyə bilsinlər. Luna liderinin ikinci yan qol şərti burada dəyişir, artıq olur 400 CP. Əgər sizin altınızda bir dənə Luna lider yetişibsə, sizin yan qolda 400 CP-lik dövrəniz gedirsə, siz də Luna lider olursunuz. Bax, buna çox diqqət yetirin. Məsəl üçün, ayın son günüdür, baxırsınız ki, 800 CP məsəl üçün olmasına çox az bir məbləğ qalıb və siz komandanıza dövrəyə elətdirib 800 CP-ni bağlayırsınız və artıq Luna lider olursunuz. Son saatlara qalmış görürsünüz ki, sizin altınızda, bu sizin altınızdakı bir qolunuz oldu artıq Luna lider.
ve bu zaman siz Luna lider karyerasından düşürsünüz. Sonra katalog bitəndə bir də görürsünüz ki, liderin razılığı. Axı mən Luna lideri olmuşdum. Necə oldu mən indi artıq sistemdə Luna lider göstərmirəm? Bu ondan irəli gəlir ki, artıq sizin karyeranızda, sizin altınızda sizə çatan lider var. Yəni bu lider Lunadırsa, demək sizin qolunuz, ikinci qolunuz zəifdir. Bu onu göstərir ki, sizin bir lider olaraq işiniz zəif gedir. Sizin ikinci qolunuzun inkişafı sizin lider olaraq inkişafınızı, gücünüzü göstərir ki, necə bir lidersiniz. Əgər siz güclü lidersinizsə, sizin altınızda artıq sizə çatan varsa, sistem siqnal çalır sizə ki, biraz hızlı ol, biraz komandanı daha güclü qur. Çünki artıq sənin altında sənə çatan bir lider var. Buna görə də sən daha məsuliyyətli işləyərək, ikinci qolunda daha gözəl planlama apararaq öz komandanı, qol şərtini düzəltməlisən. Bu çox vacibdir. Və bu da ikinci qolda olan liderin inkişafı birbaşa sənin inkişafın deməkdir. Ona görə də bunlara diqqətlə nəzər salaq. İndi artıq keçək üçüncü karyeramıza, Vega karyerası, Vega lider karyerası. Vega lider karyerası, Luna liderin hədiyyəsini də yəqin altda gördünüz. Orada da bizim çox gözəl hədiyyələrimiz var. Deməli, kofe, keratin südü və sarımsaqlı şampun üçlü dəsti Luna lider olarsınızsa ilk dəfə bu üçlü dəstin qiyməti 60 manatdır. 60 manatlıq məhsulu şirkət sizə tam pulsuz şəkildə karyer aldığınıza görə hədiyyə edəcəkdir. Keçək üçüncü karyeramıza, Vega'ya. Vega karyerası fikir verirsinizsə yeni adlar çox qeyri-adi adlardır. Mənim çox xoşuma gəldi bu adlar. Daşqaş adlarından keçdik artıq möhtəşəm karyera adlarına. Vega karyerası altın karyerasıdır. Üçüncü karyeramızda bizim köhnə altınımız. Və bu karyera üçün biz 1200 CP-lik dövriyyə yaratmalıyıq. Yadınızdadırsa köhnə karyera 12.000 idi. Arxasındakı sıfırı siliflər olub 1200 CP-lik karyera və bu karyera 1800 manatlıq dövriyyə ilə yaranır. Dəyərli liderlərimiz, 1800 manatlıq dövriyyə yaradarıqsa bizim Vega karyeramız artıq hazırdır və burada da yan qol şərti var. Əgər sizin altınızda sizə çatan lider yoxdursa, siz Vega'nı açırsınızsa, halal xoşunuz olsun, o sizin karyeranız olur. Yox, əgər sizə çatan Vega varsa, birinci qolunuzun lideri güclüdürsə və sizə çatırsa, siz mütləq yan qolunuzu düzəltməlisiniz və bu qol şərti isə 600 CP-dir. Əgər sizin altınızda Vega yetişibsə, yan qolunuz sizin dövriyyənizlə birlikdə 600 CP-ni bağlayırsa, siz Vega karyerasını açmış olursunuz və Vega karyerası üçün də ilk dəfə Vega'nı açan bütün liderlər noyabr ayının nəticələrini əsasən möhtəşəm bir çaydan, şəkildə gördüyünüz möhtəşəm çaydanı əldə edəcəksiniz. Elektrik çaydanıdır. Ümumiyyətlə, bütün hədiyyələrin altında yazılır ki, əgər ambarda bitərsə, şirkət bu hədiyyələri dəyişdirmək yəni səlahiyyətinə malikdir. Yəni, belə bir hallar ola bilir. Ancaq, hələ ki, mənə hədiyyələrin dəyişdirini görməmişəm indiyənə kimi, ancaq bunu mütləq altda qeyd edibdir, bannerin altında yazılır. Və bu hədiyyələri qazanmaq üçün Azərbaycan yəni dövriyyələri mühümdür. Bu da bannerlərin altında qeyd olunubdur. Mütləq Azərbaycan dövriyyələrinə şirkət fikir verəcəkdir. Və bizim dördüncü gözəl bir karyeramız gəlir. Bizim köhnə zümrüd karyeramız və bu karyera adı olub Sirius lider. Və Sirius liderdə gördüyünüz dövriyyə 1800 CP-dir və burada bizə 2700 manatlıq dövriyyə lazımdır. 2700 manatlıq komanda ilə birlikdə dövriyyəni edəriksə bizə 1800 CP yaranır və yan qol şərti 1000 CP-dir. 1000 CP. Deməli, ümumi
Sirius 1800 CP ilə yaranır. Əgər siz bir qolla gedirsinizsə, başda siz bağlayırsınızsa, bu karyeranı açırsınız. Yox, əgər altınızda artıq Sirius lideri yetişibsə, sizin ikinci qolunuz 1000 CP olmalıdır ki, siz bu karyeranı qazanmış olasınız. Onu da qeyd edelim ki, dəyərli liderlərimiz 2 qolla, 3 qolla açılan karyeralarda gəlirlər daha yüksək olur. Bunu bax nəzərinizə saxlayın. Və Sirius lider olaraq çox gözəl bir hədiyyələr var. Bu hədiyyə üçlü dəstdir. Həm blenderdir, həm xırdalayıcıdır. Üçü birində olan bu möhtəşəm hədiyyəni həm mikserdir, həm xırdalayıcıdır, həm blenderdir. Bu gözəl dəsti siz Sirius lideri açarsınızsa, bu ay noyabr ayının şərtinə əsasən bu gözəl hədiyyə dəstini əldə edə bilərsiniz. Həqiqətən şirkət möhtəşəm aksiyalar qoyubdur. Keçək növbəti, hamının gözlədiyi, sevərək, o qürurla səhnəyə çıxarkən artıq mən direktoram dediyi, bu direktor sözü mənim çox xoşuma gəlir və digər şirkətlərdə də bu karyeranın adı direktor idi və nəsə bu ad mənə çox doğma gəlir və xoş gəlir, qulağıma çox xoş səslənir. Çox sevdim mən bu karyeranı. Direktor karyeramız, möhtəşəm sahibkar karyeramız. Artıq fərdi bir sahibkar olursunuz, heç kimdən olmadan azad sahibkar olursunuz. Bu karyeranın maaşı 500 plusdur, onu sizə deyə bilərəm. Və bu karyeranı 3 qol şərti ilə açırıq, 3000 CP-lik dövriyyə ilə açırıq və bu karyerada bizə 4500 üzəri Azərbaycan manatı ilə dövriyyə. Təsəvvürünüzə gətirin ki, lap 5000 olsun. 5000-ə 500 plus maaş heç bir şirkətdə yoxdur. Qızlar, bax, araşdırın. Mən araşdırmışam. Artıq görün, mən neçə ildir, 18 ildən artıqdır şəbəkə biznesindəyəm. Bütün şirkətlərdə, müəyyən şirkətlərdə işləmişəm. Bütün şirkətlərdə məlumatım var və bu sistemlə, Home Bitkisel şirkətinin verdiyi sistemlə və aylıq dövriyyə şərti olan 35 manatlıq dövriyyə ilə, yəni 5000-ə 500 üstü maaş, inanın ki, heç bir şirkətdə yoxdur. İstənilən şirkətlər öz sizə qazanc planı haqqında gözəl gəlirlər deyə bilərlər. Amma ki, Home Bitkisel yan-yana qoyasınız, hesablayasınız. Mən bunların hamısını hesaplamışam. Heç bir yəni şirkətdə bu qədər dövriyyə, bu qədər faiz gəlir verilmir. Ona görə də olduğumuz şirkətin, olduğumuz yerin qədrini bilək. 35 manatlıq evimizə ayda bir dəfə evimizin ehtiyacını almaqla belə bir sistemi anlamaq, belə bir sistemi qarşımıza Allah çıxartması və mənim bu hal-hazırda burada olmağım, inanın ki, bu bir möcüzədir. Biz bir həftə deyil, artıq bir həftədir, bir həftə öncə biz kampdaydıq, Antalya'da şirkətin kampındaydıq. O göz qamaşdıran, o səhnəyə çıxan karyeralar, o liderlərin qürurla səhnəyə çıxması, o ödüllərini alması, nə qədər xanımlar, bu şirkət vasitəsilə evdar xanımlar, körpü uşaqlı xanımlar, hətta mən sizə indi videolar atacağım, qrupa bilməm atmışdım onu, qucağında körpə uşağı ilə, qucağında rəqs eləyən, o kampa qatılan liderlər var idi. Çox möhtəşəm, çox izdihamlı bir kamp keçdi və bu qədər xanımların həyatına dəyişəcək bir şirkəti bulduğumuza görə, tapdığımıza görə, burada olduğumuza görə çox şanslıyıq. Bu möhtəşəm gəlirləri hər biriniz sadəcə evdə bir telefonunuz vasitəsilə işləyərək, demirəm evdə oturaraq, heç kim sizin əvəzinizə işləməyəcək. İşi öyrədən bir sistem var, bir komanda var, bir liderlər var. Sizi artıq bura dəvət edən insan o qazanc qapılarını, o sizin arzularınız ki var, mən biznes ledi olacağım, mən direktor olacağım, mən gəlirə çıxacağım. O arzularınızı reallaşdırmaq üçün əgər siz bu dəqiqə məni dinləyirsinizsə, olduğunuz yerin fərqinə varın, bu şirkətin bizə verdiyi imkanları anlayın
və oturduğunuz yerdə heç kimin təpəsindən pul tökülmür. Bunu öyrənərək, bunu işi öyrənərək və işləyərək gün ərzində ən azı 3, 4, 5 saat bu biznesə vaxtınızı sərf edərək siz də bu gəlirlərə çıxa bilərsiniz. Siz də istər ikinci iş kimi, istər evdar xanım olaraq, istər təhsilsiz olun. Bunun heç bir fərqi yoxdur. Əlavə gəlir əldə etmək istəyirsinizsə, pul qazanmaq istəyirsinizsə, arzularınız varsa, övladlarınız varsa, onlarla bağlı xəyal qurursunuzsa, istəkləriniz varsa, o sizi hərəkətə gətirəcək. Mütləq hərəkətə gətirəcək. Öz arzularınızdan vaz keçməyin, arzularınız, xəyallarınız üçün əzmlə çalışın, işləyin, öyrənin, öyrədin. Bir də onu fikirləşin ki, sizin qazanmağınız bir yana, siz bu işi öyrənərkən görün nə qədər insanların həyatına toxunuş edə bilərsiniz. Nə qədər insanlar bu şirkətin imkanlarından xəbərsizdirlər. Bilmirlər ki, dünyada belə bir sistem var, belə bir qazanc növü var, belə bir formada evdən sadəcə telefonla işləyib pul qazana bilərlər. Bunu bilməyən xanımlara, insanlara, fərqi yoxdur, bəylər də çalışa bilər bu işdə. İnsanlara siz bu imkanları anladıb, onlara bu işi öyrədib, sadəcə onlarla birlikdə, onların yanında olaraq, bu biznesi quraraq həm onların həyatına toxunuş etmiş olarsınız, həm özünüz zaten onda qazanacaqsınız. Bilgilərinizi paylaşın, bildiklərinizi öyrədin. Bir insana əlinizi uzadarkən fərqinə varın ki, siz burada hansı missiyanı daşıyırsınız, onun fərqində olun. Siz bu biznesdə nə iş görürsünüz, niyə gəlmisiniz bu biznesə və arzularınız üçün, xəyallarınız üçün həmişə savaşın, çalışın, vuruşun. Sadəcə düşünməyin ki, görən mən qazanacağımı, görən məndə alınarmı? Əgər qazanmaq istəyirsinizsə, axıra kimi gedin, sonuna kimi gedin, negativlərə yox deyin. Sizə negativ verən, işi bacarmayan, dünən bir liderim mənə yazır ki, 2-3 ay bundan öncə onu qeydiyyat eləmişdim. Sadəcə evinə məhsul aldı, məhsulları bəyəndi və 1-2-3 nəfərin yanında deyib buna negativ veriblər. Deyir, heç kim işləmək istəmir. Deyirəm, ona səs atdım ki, sənin çevrən elə 2-3 nəfərdən mi ibarətdir? Gör, sənin nə qədər tanıdığın insanlar var və tanımadığın insanlar var. Sən bu işi öyrənmədin, heç nə etmədin və deyirsən ki, məndə alınmadı, bu insanlar niyə belə eləyir? Sən nə vaxt dəvət elədin, nə vaxt link paylaşdın, nə vaxt mən dediklərimi etdin? O deyir ki, hə, düz deyirsiz, Yaqut xanım, gərək təzdən denəyəm, gərək təzdən başlayam. Yəni ki, əgər sizdə negativ verən insanlar olursa, əgər sizi öz o aurasına salıb, bu işi bilməyən, anlamayan, bu işdən xəbəri olmayan insan sizə nə məsləhət verə bilər? Bir tortu pişirə bilməyən insan, bu insan tort pişirməyə bilmir. O sizə nə öyrədə bilər? O sizə hansı tort pişirməyə öyrədə bilər? Ancaq o işin professionalı, o tort ustası və yaxud da bir dərzi, hər şeyin təcrübəsini toplamış insan, uğur qazanmış insan sizə nəsə öyrədə bilər. Niyə bu insanlar bu işə başlayanda heç bir təcrübəsi olmayan insanların sözlərinə qulaq asmalıdırlar axı? Yəni bunu etmirik və başlayırıq gözəl şəkildə yeni karyeralarımıza odaqlanaraq, yeni qazanc planımıza odaqlanaraq, onu da deyim ki, eyni 3 il bundan öncə olan gəlirlər, sistem, həmin sistemdir, eyni gəlirlərdir, çox möhtəşəmdir hər bir şey. Mən bunu gördüm və istəyirəm ki, siz də bunu görəsiniz və mən direktor karyerasına kimi olan bu hesablamalarımı etmişdim və ümumi deməli Green Diamond karyerası hal-hazırda Rize Master karyerasıdır. O karyera kimi qazanc planını hazırladım. Bunu da atmışam qrupa. İndi təlimdən sonra burada yönləndirəcəm onların hazır formasını ki, paylaşımlarınızı edə bilərsiniz, paylaşa bilərsiniz və özünüz üçün yaddaşa verib incələyə bilərsiniz. Onsuz da ayın sonuna bir həftə qalıbdır. Gülnar xanım, növbəti karyeramız, onu da qeyd edim ki, direktor karyerasında olan hədiyyəmiz ütüdür. Gördüyünüz çox gözəl, möhtəşəm bir ütünü bu ay ilk dəfə direktor karyerasını açan bütün liderlər əldə edəcəklər və gördüyünüz burada slaytdan da
hər bir şeyi izah eləmişəm. Direktor olmaq üçün bizə 3 qol lazımdır. Vega Star. Vega direktor 1200 CP, o birisi Vega direktoru 1200 CP oldu mu 2400 CP. 400 CP də Star verir, oldu 2800 CP. Bizə də direktor olmaq üçün 3000 CP lazımdır. Yerdə qalan 200 CP hansı qoldan artıq gedir getsin, fərqi yoxdur. Əsas odur ki, bu qollarınız Vega, 3-cü qolunuz Star olsun və sizin ümumi CP-niz 3000-i keçsin, 3000 CP-ni bağlasın. O zaman siz inşallah direktor karyerasını açmış olursunuz və bu gözəl, möhtəşəm ətri, üzr istəyirəm, ütünü qazanırsınız və 500 plus maaşınızı alırsınız. Və bizim digər slaydımıza keçək, Gülnar xanım. Orada mən deməli, aktiv sponsor kampaniyasını izah edim. Aktiv sponsor nədir? Bu ay 5 nəfər, noyabrın sonuna kimi 5 nəfər insan dəvət edən bütün liderlər və onlar təbii ki, kabinetlərini aktivləşdirməlidirlər. Dövriyə edən bütün liderlər, deməli, bu gözəl, möhtəşəm, ağ rəngdə olan elektrik çaydanını hədiyyə qazanacaqlar. Bu əlavə sponsor hədiyyəsidir. Deməli, siz əgər karyeralarınızı açırsınızsa, o açdığınız karyeradan da başqa 5 nəfər dəvət etdiyinizə görə bir dənə də əlavə çaydan hədiyyə qazanacaqsınız. Günar liderim, növbəti slaydımızı göstərək. Buyurun. Bu ekranda gördüyünüz hədiyyələr həqiqətən də möhtəşəmdir və bu hədiyyələri qazanmaq üçün bu karyeraları açmalısınız. Deməli, karyeralarımız, deməli, silver direktor, gold direktor, platin direktor. Bu karyeralara görə də gördüyünüz möhtəşəm hədiyyələri hər biriniz inşallah qazanarsınız və bu yeni karyeralar, ilk dəfə bu karyeranı açan bütün liderlər bu gözəl hədiyyələrdən faydalanacaqdır. Dövriyələr də mən ümumi göstərmişəm. Rize Master. Hələ adlar yeni olduğuna görə hələ əzbərləyə bilməmişik. İnşallah gələn ay bu karyeraların hər biri haqqında ayrı-ayrılıqda, sadəcə bu ay biz gəlirlərin dəqiq keçməsini gözləyirik. Hər biri haqqında geniş şəkildə qol şərtləri ilə birlikdə təlimlər keçərək sizə çatdıracağıq. Və nəyi qeyd eləmək istəyirəm? Şirkətimiz möhtəşəmdir. Yenə üstə gələk hədiyyələrimiz möhtəşəmdir. Yeni qol şərtlərinə görə olan hədiyyələrimiz möhtəşəmdir. Sadəcə bizə nə qalır qızlar? Sadəcə bizə qalır qollarımızı çirmələyərək bu gözəl imkanları, bu gözəl möhtəşəm gəlirləri çevrəmizdəki insanlara anladaq. Nə qədər bacarırıqsa, var gücümüzlə əl-ələ verib, bir-birimizə dəstək olaraq. Çünki burada birimizin inkişafı hər birimizin inkişafıdır. Əgər bizim komandada olan bir lider, məsəl üçün Aysel xanım uğur qazanırsa, mən onun uğurunu göstərərək daha çox xanımı bu işə cəlb eləyə bilərəm. Azərbaycanda hər birimizə yetəcək dərəcədə xanımlar da var, insanlar da var. Çünki hər bir insan, hər bir xanım evini həm təmizləyir, hər bir xanım evini təmizləyir, hər bir xanım özünə baxım eləyir, hamımız başımızı yuruq, şampun alırıq. Hər bir xanım kofe, çay içir. Hər içində evimizin, ailəmizin üzvləri. Kimlər var evimizdə, ailə üzvlərimizdə, hər biri bütün bu məhsullardan faydalanır. Ona görə də çevrəmizdə olan insanlar da, qonşularımız, qohumlarımız, tanışlarımız, çevrəmizdə olmayan, tanımadığımız, sosial şəbəkədə olan insanlarla tanış olaraq biz bu biznesi onlara anlada bilərik. Sadəcə bunu necə etmək lazımdır? Bizim komandamızda çox gözəl şəkildə liderlərimiz təlimlər keçirlər, bunu gözəl şəkildə öyrədirlər. Bizim aktiv qruplarımız var, məhsullar qrupumuz var, bizim təlim kuşatlarımız var. Orada bizim liderlərimiz hər gün gözəl şəkildə təlimlər keçərək bunları sizə öyrədirlər. Sadəcə nə etmək lazımdır? Sizə açılan qapıya qorxmadan açıb içəri girməlisiniz. Artıq sizi dəvət edən bir insan tərəfindən bu şirkətə qeydiyyatdan keçmişsinizsə,
O dəvət edən insanla möhkəm şəkildə yapışaraq, onu gözəl şəkildə bezdirərək işi öyrənməlisiniz. Əgər sizi dəvət edən insan sizdə axtarmırsa, siz onu axtarın. Çünki onun komandası böyükdür, işləri çox ola bilər. Siz göstərin ki, mən də varam, mən də işləmək istəyirəm, mən də qazanmaq istəyirəm, mən də qazandırmaq istəyirəm. Qazanmaqdansa qazandırmaq adlı bir hiss var. Onun yəni verdiyi zövq çox gözəldir. İnsan qazandırarkən, insanları qazandırarkən onların o enerjisini, o gözündəki parıltını, o xoşbəxtliyini görərkən insan daha da xoşbəxt olur. Bu çox gözəl şəkildə ətrafa yayılır və enerji olaraq sizin özünüzə qayıdır. Ona görə də birlikdə əl-ələ verərək həm qazanmalı, həm qazandırmalı, həm də özümüzün üzərimizdə gözəl şəkildə işləyərək öz biznesimizi qurmalıyıq. Çünki mən çox istəyirəm ki, gələn kampda, növbəti kampda möhtəşəm bir ordu ilə ora gedək və siz də öz gözünüzlə oradakı o möhtəşəmliyi görəsiniz. Hər birinizə uğurlar arzu edirəm. Nə sualınız varsa buyurub verə bilərsiniz. Mən gördüklərimi sizə də göstərmək istədim və ümid edirəm ki, sizə bir fayda toxuna bildim. Dəyərli liderim, təşəkkür edirəm. O qədər gözəl izahat verdiniz ki, sevgi ilə dinləyirdim. Əslində qazanc planı çıxan bir gündən çox incələmişdik. Amma həqiqətən insan özü odaqlananda yorulur, amma başqası onu artıq tələffüz edəndə o sevgi ilə sənin qəlbinə yayılır. Və o qədər enerji ilə danışdınız ki, hətta bütün karyerləri adam az qalır ki, bütün liderlərə artdırsın ki, yəni bunun coşqusunu yaşayın. Həm pul qazanın, həm marka, yəni avadanlıqlar qazanın, məişət texnikaları qazanın, həm gözəl ailə qazanın, həm vizyon qazanın, həm dost qazanın, həm əhatənizi genişləndirin. Yəni həqiqətən şəbəkə biznesi dedikdə, Home Life Azərbaycanı vurğulayanda, yəni sən ancaq sərvət görə bilərsən burada. Deyir, baxış acın nədirsə, yaşadığın da odur. İnsan nəyi görmək istəyir, onu da canlandırır. Məsələn, bizim odaq nöqtamız insanları qazandırmaqdır. Şirkətin verdiyi qazanc planının imkanlarını, xidmətini insanlara sunmaqdır. Əhatəmizdə insanların maddi mənəvi həyatını dəyişməkdir. Bizim baxış açımız budur. Ona görə də yəni coşqu ilə, həyəcanla görürsünüz necə qazanc planı sevgi içən anlatır.